Salam, hər vaxtınız xeyir olsun. Demək 16-cı suala qədər işləmişdik. Bugün 19 iyun 2025-ci il ibtidai sinif müəllimlərinin riyaziyyat suallarını paylaşıblar. Biz də onların izahına bir baxaq. Yəni 16-dan başlayırıq. Çünki o birlərin izahlı şəkildə videosunu çəkmişəm. 16-da deyir ki, qələmimizi götürək. 16-da deyir ki, bərabər tərəfli üçbucağın perimetri 27 santimetrdir. Tərəfi onun uzunluğuna bərabər olan düzbucaqlının perimetri 22 santimetrdir. Düzbucaqlının sahəsini tapın. Belə bir dənə bərabər tərəfli üçbucaq çəkirik. Deməli, əgər bunun perimetri 27-dirsə, 3 tərəf varsa, bu 27-ni böləcək 3-ə, bu eləyəcək 9. Deməli, tərəflər nəyə bərabərdir? 9-a bərabərdir. Burada bizdən tərəfin uzunluğuna bərabər olan, yəni bunun tərəfinin uzunluğuna bərabər olan bir dənə demək düzbucaqlı çəkirik. Yəni bunun tərəfinin uzunluğuna, yəni onun uzunluğuna bərabər olan. Demək, perimetr də 22 nədir? Santimetrdir. Demək, bu 22-dən çıxırıq 9'ların cəmir. Yəni 18'i. Bu eləyir 4. 4 nədir? 4 bu iki tərəfin, yəni enin nəyidir? Cəmidir. Ona görə cəmi olanda burada 2 düşür, burada 2 düşür. Bizdən bunun hasilini istəyir. 2 vur 9 bərabərdir 18. Deməli, bunun sahəsi, düzbucaqlının sahəsi 18 santimetrin kvadratıdır. 17-də deyir ki, həcmi 512. Deməli, metrin kubu olan kubun bir üzünün perimetrini hesablayın. Demək, 512 hansı deməli rəqəmlərin hasilidir? Yəni 8 vur 8 vur 8. Bu eləyir 512. Deməli, bir üzünün deyəndə, yəni kubun bir üzünü çəkirəm. Deməli, bura 8-dirsə, burada 8-dir, burada 8-dir, burada 8-dir. Demək, bu 8'lərin bizdən, yəni bir üzünün perimetrini istəyir. Biz də bu 8'i vuracaq 4'ə, bu deyəcək 32. Deməli, perimetri 32'yə bərabərdir. Sonra 18'ə baxırıq. 18'də saatla bağlıdır. Deyir 7:40-da, yəni 7:40-da evdən işə gələn ata 8 saat işlədi. Yəni bu 8'i gələcək, deməli 8 saat gələcək 7:40-ın üstünə. Bu deyəcək 15:40. Deyir 50 dəqiqə gedib gəlməyə vaxt sərf elədi. Bu 50'nin də gələcək üstə. İndi bunun evə çatmasını tapacaq. Bu olacaq 90, bu da olacaq 15. Bu 90'ı da saata xırdalamalıyıq. Bir saatımız 60 dəqiqə isə 90'dan 60'ın çıxırıq. Olur bura 16 saat. Deməli, burada da nə qalır? 30. Deməli, ata 16:30'da evə çatacaq. Sonra deyir kvadratın, deməli kvadratı 2 bərabər bucağa ayırdılar. Yəni belə bir kvadratdır. Bunu 2 bərabər bucağa ayırdılar. Üçbucağın, yəni iki üçbucağa ayırdılar. Üçbucağın iti bucaqlarının cəmi. Deməli, iti bucaqlar bunlardır. İti bucaqlarda demək 45 dərəcə, burada 45 dərəcə. Demək, bunların cəmi 45 dərəcə, üstəcə 45 dərəcə, bu da bərabər 90 dərəcə. İndi deyir ki, kvadratın, yəni bunların cəmi kvadratın daxili bucaqlarının 0,2 hissəsində nə qədər azdır. Demək, kvadratın birisi ki, daxili bucaqlarının cəmi 360 dərəcədir. 360 dərəcənin də nəyin? Onda ikisini tapırıq, bu da olur 72 dərəcə. İndi bu 90 dərəcədən də çıxırıq 72 dərəcəni, bu deyir 18 dərəcə. Deməli, 18 dərəcə azdır. Demək, deyir 20'də deyir ki, B böl 9 bərabər 186 ifadəsində bölənin ən böyük qiymətini tapın. Əvvəlki deməli sualların biri də bununla bağlı idi. Demək, bölən həmişə qalıqdan böyük olur. Qalıq da böləndən kiçik olur. Ona görə ən böyük istəyirsə, bura biz 8 yazırıq. 8 yazanda 186 vur 9 üstəcə 8. Demək, bunu da vuranda 186'nı deməli 9'a vurmalıyıq. 186 vur 9 1674 üstə də 8'i gəlirik. Bu da eləyəcək 1682. 1682. 21'ə baxırıq. Pendirin 1 kiloqramı 4 manat 80 qəpik olarsa, 1 kiloqram pendirimiz neçə qramdır? 1000 qram. Deməli, 1000 qram pendirimiz 4 manat 80 qəpikdir. 480 qəpik kimi yaza bilərik. Tənasüblə buna baxacaq. 750 qram x. Yəni 1000 qram 480 qəpikdirsə 750 qram neçə qəpikdir? Bunu da belə çarpaz vuracaq. Ona görə də 1000'i vuracaq x-ə 1002, bu da bərabərdir. Bunu da çarpaz vuranda 360, 1070 olacaq, x də bərabərdir. Demək, 1000'də 3 dənə 0 olduğu üçün 3 dənə 0 buradan silirik, 3 dənə 0 da buradan silirik. Burada qalır nə? 360 qəpik. Demək, bu deyilir 3 manat 60 qəpik. Bu qədər, çox sağ olun.